Bu elimde gördüğünüz Tekno'nun enerji girişi olmayan ultra ince modülyar smartfonudur. Konsept olarak Barcelona'da təqdim olunubdur. Əsas xüsusiyyət ondan ibarətdir ki, arxa hissəsində maqnit səhti var və smartfonun digər komponentlərini bu səhətə maqnitlə yapışdırmaq olur. Məsələn, deyək ki, periskop telefoto kamerası lazımdır. Kameranı götür və yapışdır smartfona. Artıq hazırdır. Smartfonumuz telefoto kamerası dəstəyini əldə etdi. Orada tam işləyə bir modeldir. Konsept olmasına baxmayaraq. Başqa bir nümunə, bu əlimdə gördüyünüz mikrofondur. Mikrofon dəstəyi lazımdırsa, maqnit səhətə yapışdırıram və smartfon mikrofon dəstəyini qazandı. Bu əlimdə olan modul batareyadır. Smartfonun enerjisi kifayət eləmirsə, əlavə bir modul quraşdırırsınız və avtomatik olaraq batareyasını artırmış olursunuz. Və hər ədəd cihaz incədir. İstəsəniz əlavə lens quraşdıra bilərsiniz. Baxın, maqnit səth vasitəsilə bu hissəyə yapışdırılır. Artıq profesional bir kamera səviyyəsinə qalxır gördüyünüz kimi. Açığı bilmirəm bu texnologiyaya nə qədər tələbat ola bilər. Çünki hal-hazırda konsept modeli olaraq sərgilənir. Düşünün ki, hər hansısa bir tədbirə getmişsiniz, deyirsiniz ki, kameram evdə qalıbdır. Cihazımın şarj portunu evdə unutmuşam və yaxud da ki, mikrofon evdə qalıbdır. Belə söhbətlər ola bilər. Məncə Tekno məhz diqqət çəkmək üçün belə bir addım atıbdır. Lenovo'nun da bu il modulyar notebookunu gördük. Ümumiyyətlə, bu il Mobil Dünya Kongresi çərçivəsində modulyar cihazlar yavaş-yavaş trend olmağa başlayır. İstənilən halda Azercell'in eksklüziv təqdimatında bu kongresdən yayımları izləmək üçün kanalımıza keçid edə bilərsiniz.